Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Məzar ziyarətinə getməyin ölüyə faydası varmı? Değerli dinləyicilər, bu əlbəttə ki, hər bir müsəlmanı düşündürən bir sualdır və insanların bu duyğularından istifadə edərək onların sevgisini və onların bu arzusunu manipulyasiya edib ondan çox istifadə edən fırıldaqçılar vardır. Ona görə də sizin bu sualları Allahın izni ilə cavablandırarkən bunu akademik səviyyədə, yəni Quran və sünnədə rivayət olunan dəlillərlə sübut etməyə çalışıram ki, dəyərli dinləyici, sən biləsən ki, bu cür məlumatları hər kəsin zövqü ilə və yaxud da ki, xarakterinə görə cavablandırması doğru deyil. Çünki bu, eyni zamanda dini inanc ilə əlaqəlidir. Ölülər eşidirmi, eşitmirmi? Eşitmirsə, qəbr üstə getməyimin nə faydası? Eşidirsə, niyə getməyim ki? Kimi insanları maraqlandırır? Çünki qəbirstanlıq yeganə yerdir ki, hər bir insan ora girəndə peşimandır. Həm ölü, həm diri. Hər ora girən peşimandır. Ölülər ora girərkən peşimandılar. Aman Allahım, mən nələri etmədim, bura gəldim. Dirilər ora girəndə peşimandır ki, aman Allahım, necə bunu əldən verdim, sevgimi ona bildirə bilmədim. Halallıq ala bilmədim. O sözü ona deyə bilmədim. Deyəcəyimiz nə qədər insanları əllərimiz ilə məzara qoyduq. Ona görə dəyərli insan, ora insan duyğularının coşduğu yer olduğuna görə bəzi insanlar sizin o səmimiyyətinizdən istifadə edərək öz cibləri üçün bəzi mənfəətlər güdürlər və ona görə də sizə özlərinə görə uydurduğu, danışdığı bir məlumatları verirlər. Amma Quran isə bizə başqa şey deyir. Dərsimizi iki hissəyə bölmək istərdim ki, birinci, ölüyə fayda nədir? Onu öyrənək ki, axı mən atamı, anamı və necə sevdiklərimi əlimlə o torbağa bastırmışam. Və onun bütün ümidləri dünyadan qırılmışdı. Bütün əlaqəsi kəsilmişdi. Mən ona necə fayda vereyim? Əlbəttə ki, sizi bu düşündürür. Yoxsa ata babam belə edib, belə deyirlər, mən də belə edirəm, deyil. Gerçək, həqiqətən ona nə fayda verə bilər? Onu öyrənməkdir hər birimizin arzusu. Və sizə bu barədə Allahın kitabından və Rasulullahın hədislərindən bəzi məlumatları verəcəyəm. Ki, yəni konkret nə ilə fayda verə bilərik? Bir, ikinci məsələ isə bizim özümüzə bu işdə fayda nədir? Bax, bunları sırayla bölsək, biz gerçək faydanı götürəcəyik. Dəyərli insanlar, siz bilin, ölülər heç bir şeyi eşitmir. Yəni, sənin danışman varı ölü ilə. O doğrudur, yaxşı işdir. Bax, bəzən biz məzarlıqda danışırıq. Bizim orada danışmağımız o demək deyil ki, o eşidir. Sən ölü ilə danışmırsan orada. Sən öz vicdanınla danışırsan. Öz içindəki xatirələrinlə danışırsan. Yaşadıqlarınla danışırsan. Çünki sən peşimansan. Və özünlə danışırsan ki, ən azı özünə bir rahatlıq verəsən. Yoxsa sən ölü ilə danışmırsan. Ölülər səni eşitmir. Çünki Allah öz kitabında buyurur. Euzu billahi mineşşeytanirracim.
وَمَا أَنْتَ بِمُسْمِعٍ مَنْ فِي الْقُبُورِ Sən qəbirdə olanlara heç nəyi eşitdirə bilməzsən. Fatir surəsi 22-ci ayə. Bu açıq-aşkar ayədir ki, qəbirdə olanlara heç nə eşitdirə bilməzsiniz. Deməli, eşitmirlər. Amma o ayrı sözdür. Allah istəsə də eşidə bilməzmi? Əlbəttə ki, Allah istədiyini eşitdirir. O başqadır. Allah sənin səsini ona çatdıra bilər. Bu bir möcüzədir. Bu normal hal deyil. Yəni, sən, bax, hal-hazırda mən səninlə danışıram. Sən məni eşidirsən. Amma bir də var, qeyri-adi, normal olmayan bir eşitmək. O nədir? Təsəvvür et, sən fəryad qopardırsan, sənin səsini Allah kiməsə çatdırır. Bu normal deyil. Bu qeyri-adi bir haldır, amma Allah istəsə baş verər. Hə, indi Allah bir var, o fırıldaqçı mollanın səsini sənin ölünə eşitdirir. Bu doğru deyil, bu yoxdur, bu dinimizdə uyğun söz deyil. Bir də var ki, ola bilsin ki, sən elə bir peşimançılıq fəryadının altında Allahım, atama mı və yaxud da hansıysa bir sevdiyinə, anana və yaxud da ki, digər birisinə Allahım, ona bu xəbəri çatdır, mən peşimanam. Mən ona haqqımı halal edirəm. Və yaxud da Allahım, nə olur da ondan mənim halallığımı al. Ola bilsin ki, sən elə bir səs ilə fəryad qopardarsan ki, dənizin dibində, balığın qarnında Yunus əleyhissalamın səsini eşidən Allah, mən Yunusun duasını qəbul etdim, dedi. Təsəvvür edirsənmi? Ola bilsin ki, bəli, Allah sənin səsini də bir yerə çatdırsın. Bu başqadır. Amma bunun molla ilə əlaqəsi yoxdur. Çünki o pul üçün orada səni aldadan şəxsdir. Onun nə oxuduğunun ona faydası var, yəni Yasin oxutdurmaq kimi, nə bilim orada dualar etdirmək kimi heç birinin ona faydası yoxdur. Dua heç, duanın öz növbəsi. Dua ayrıdır, yəni könüllü dua edilirsə faydası var. Yoxsa birinə pul vermirsən, ölün üçün Yasin oxutdurursan, Quran oxutdurursan, istəyirsən bütün dünyanın gözəl qarilərini gətir, orada oxutdur, onun ona faydası olmayacaq. Çünki Quran dirilər üçün göndərilmiş bir qanundur, həyat tərzidir. Dirilərin anlaması üçün, ölü üçün onun faydası yoxdur. O ölü ilə əlaqəli deyil. Orada deyilir ki, zina etmə. Ölüyə zina etmə deyərlər. Orada deyilir faizə pul alma, vermə. Bunu ölüyə deyərlər. Nə əlaqəsi var? Zülm etmə. Ölüyə deyərlər, zülm etmə. Yəni, Quran dirilər üçündür, dəyərli insanlar. Qəbr üstə getmək, dərsimizin sonunda ona toxunacağım, lazımdır, yoxsa lazım deyil. Bu ayrı. Amma ölüyə necə fayda verək? Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur. İzə mətəl insanu inqata'a anhu aməluhu illə min sələsətin. İnsan öldükdə onun bütün əməlləri kəsilir. İnqata'a anhu aməluhu. Onun əməlləri kəsilir. Yəni, bir sözlə kitabı bağlandı. O söz doğru sözdür. Kitab bağlandı. Kitab bağlandı nədir? Mələklərin kitabı bağladı. Vəssalam. Çünki sən ölmüsən. Yalnız 3 şey ona fayda verər. 3 şey ölənə fayda verir. İllə min sadaqətə cəriyyətə əv ilmun yuntəfa'u bihi əv vələdus salihin yəd'u ləhu. Ravahu Muslim. İmam Muslim bu hədisi səhih sənədi ilə 1631 sayılı ünvanda qeyd etmişdir. Resulullah buyurur, 3 şeyin ölüyə faydası vardır. Davamlı sədəqə, yəni misal üçün bir kətdə quyu qazıb, özü ölüb gedib, onun quyusundan xalq istifadə edir. Xəstəxana tikib, özü ölüb gedib, onun xəstəxanasında həkimlər insanları əməliyyat edir, müalicə edirlər, sağalırlar və yaxud da ki,
digər davamlı, davam edici, məsələn, körpü tikib, yol çəkdirib, yəni ki, ümumi xalqa fayda verib. Özü ölüb, o şey durur. Tikdirdiyi məscid durur. İçində ibadət edilir. Bax, bu davamlı sədəqədir. Yəni, nə qədər o iş durursa, sənə hər gün sanki hesabına pul yazılır. Bax, belə. Bir budur. 2, faydalı elm. Faydalı elm qoymusansa, faydalı elm, yəni ki, sən ölmüsən, elmindən insanlar istifadə edir. Təbiidir ki, müsəlman alimlərdən söhbət gedir. Misal üçün, məktəb açmısan, o məktəbdə tələbələr yetişdirmirsən, sən ölmüsən, sənin tələbələrin insanlara dərs keçir, insanlara həqiqəti öyrədirlər, Allahın dinini insanlara çatdırır. Yəni, səndən sonra faydalı elm qoymusan. Bu da sənə fayda verir. 3-cü, salih övladın duası. Bəli, bu hər kəsə şamil ola bilər. Əgər səndən sonra salih övlad qoymusansa, salih övlad nədir? Yəni, salih, Allahın dostu olan bir övlad. Sən bir övlad qoydun ki, istər qız, istər oğul. O, Allahın dostudur. Allah ilə söhbət edir. Və söhbətlər arasında Allahına deyir. Allahım, anamı bağışla, atamı bağışla. Allahım, onlar xəta etdilər, insan etdilər, günah etdilər. Bağışla onları. Bax, dualar edir. Onun faydası vardır. Çünki Allahın Resulü sallallahu aleyhi və səlləm buyurur ki, bir gün bir şəxsi cənnətdə dərəcəsini yüksəldirlər. Ona deyirlər ki, sən qalx, artıq yuxarı təbəqədən də istifadə edə biləcəksən. Yəni, bir dərəcə də yüksəldin. O, sevinərək deyir, bu mənim hansı əməlimin mükafatıdır ki? Ona deyirlər, bu sənin qoyduğun salih övladın duasının nəticəsidir. Sənin övladın elə istədi ki, Rəbbin səni qaldırdı, yüksəltdi. Bu hədisi İbn-i Macə rəvayət etmişdir. Deməli, salih övlad valideyninin yüksəlişinə səbəb ola bilər. Amma dəyərli insanlar, bu arada şeytan bəzilərinin qəlbinə vəsvəsə verib də bu gözəl hədislərdən insanları usandırmağa çalışmasın. Çünki bəzi yaramazlar belə deyir. Hə, sən gel bütün günahları elə, övladın dua eləsin. Əlbəttə ki, Allahı aldatmaq olmaz. Burada sağlam insandan söhbət gedir ki, bu adam həyatında müsəlman kimi yaşayıb, müsəlman kimi ölüb, amma günahları var. Kimin günahı yoxdur ki? Peyğəmbərlərin xətası olduğu halda necə olar ki, sənin mənim günahımız olmasın, valideynlərimizin günahı olmasın? Necə ola bilər ki, bir insan ideal olsun? Heç kəs masum deyil. Masum heç Peyğəmbər yoxdur. Bəli, dəyərli insanlar. Heç Peyğəmbər yoxdur ki, masumdur. Masum nədir? Heç bir günahı olmayan, yoxdur o adam. Hər kəsin bir çapında bir şey vardır. Daha böyük günah Peyğəmbərdə olmaz, kiçik olsa belə günahı vardır. Hətta Musa aleyhissalam adam öldürmüşdü. Özü də öldürdüyü haqlıydı. Bax belə. Deməli, hər kəsin bir yerdə bir xətası vardır. Övladın duası ola bilsin ki, sənin o günahın səndən qaldırılmasına və sənin bir dərəcə yüksəlmənə səbəb olsun. Deməli, dəyərli insanlar, dəyərli müsəlmanlar, valideyn ölənlərimiz üçün fərqi yoxdur, hər kəsdir. Dostun ola bilər, orta məktəb yoldaşın ola bilər, həyat yoldaşın ola bilər, tanışın ola bilər. Sənin ölüyə olan faydan dualarındır. Və yaxud da ki, onun adından sədaqə verdin, yaxşı işlər gördün, yaxşı işlər. Daha bidət məclisləri deyil. Atam ölüb, 3 axşamı verirəm, nə bilim 40 verirəm. Bu adət şəklini alıbsa, onun zərəri var, xeyri yoxdur. Amma təsadüfən yaxşı işlər görmək vardır. Get yoxsulları sevindir. Məclis niyə qurursan ki? Get yoxsulların qapısına məclis qurmusan, bir dəstə kişini yığmısan başına, əksəriyyəti də ki, vəziyyəti normal olanlardır. Get o insanların evi, o orada yiyən o kişinin evindəki uşağı acdır.
Get onun evindəki uşağına yemək payla. Yaxşı işləri görə bilərsən. Bu formada. Bəli, dəyərli insanlar, istəyirsənsə ölüyə fayda verəsən, dua et. Dua et ki, Rəbbin sənin dualarının sayəsində ona yardım etsin. Amma məzar ziyarətinə gəldikdə isə, məzar ziyarətinin ölü üçün fərqi yoxdur. Yəni, sən məzara getdin, dua etdin, ya da ki, evində dua etdin və yaxud da ki, tamamilə başqa ölkədəsən. Atan bastırılıb, misal üçün Azərbaycanda bir şəhərdə, sən isə Afrikadasan, nə bilim, Avropadasan. Deməli, ölüyə bunun təsiri yoxdur. Sənin harada olmağın bununla əlaqəsi yoxdur. Sənin səsivin əlaqəsi var. Sənin səsini Rəbbin harada eşidirsə, oradan sənin ölünə dua çatdırır. Həbsxanada da olsan, xəstəxanada da olsan, yad ölkələrdə də olsan, hansı durumda olursansa ol. Sənin səsini Allah eşidirsə, ölüyə çatdırır. Ölülər məzarlıqda deyil ki, ölülər ruhlar aləmindədir. Ruhlar aləmi, yəni yuxarıda bir yerlərdədir. Bir ulduzdadırlar, toplanıblar ora. Bəli, bir ulduzda toplanır ruhlar. Trilyonlarla ruhlar ora toplanır və bir gündə oradan məhşər olan bir dünyaya gedəcəklər, orada məhşərdə hesabını verəcək. Ölülər məzarda deyil ki, məzarda dərilər, sümüklər, ətlərin çürüdüyü bir yerdir. Ölülər olduğu yerə sənin səsin gedir, duan gedir. O da Rəbbin istəsə. Deməli, məzarlığın faydası amma vardır. Kimə? Sənin özünə, diriyə. Çünki sən məzara gedib, orada bir xeyir işlər görəndə, yəni dua edəndə, sən təsirlənirsən. Ruhun təmizlənir. Rahatlaşırsan. Və bunun sənə faydası olur. Çünki sənin məzarları gördükdə, orada bastırdıqlarını gördükdə, bunun sənə təsiri sənin daha keyfiyyətli insan olmanı saxlayır. Bu da sənə fayda verir. Deməli, məzar ziyarətinə getməyin ölüyə deyil, diriyə faydası vardır. Ona görə də Allahın Rəsulü sallallahu aleyhi və səlləm əvvəllər məzar ziyarətini qadağan etdiyi halda sonradan buna icazə vermişdi. Və demişdi, bundan sonra məzar ziyarətinə gedə bilərsiniz. Çünki o sizə axirəti xatırladır. Görün nə dedi, demədi, çünki o sizin ölülərinizə fayda verir, demədi. Dedi, o sizə axirəti xatırladır. Yəni, nə qədər də biz bilsək ki, ölüm var, biz gedib onu görəndə daha çox təsirli oluruq. Təsəvvür edin, Əli ibn Əbu Talib kimi şəxsi ömrünün sonlarında harada itirsəydilər, məzarlıqda tapardılar. Kim Əlini axtarırdısa deyirdilər, get məzarlıqda taparsan. Çünki o, orada necə dostlarını bastırmışdı. Allahın Rəsulü kimi, Əbu Bakır kimi, Omar kimi, həyat yoldaşı Fatimə kimi necə sevdiklərini orada bastırmışdı. Və gəlib onların məzarlarının üzərində gəzərək, inanılmaz gözyaşları ilə onların arasında gəzirdi. Çünki ona faydası vardı. Bizə də faydası vardır məzarların ziyarəti. Necə ki, Vaqif Səmədoğlu nə gözəl öz şeirində bunu deyir. Əlimi uzatdım, sevincə sarı, gördüm yox, arada kədər dayanıb. Atamı səslədim, köməyə gəlsin, gördüm yox, arada qəbir dayanıb. Həqiqətən də insan məzar ziyarətində necə itirdiklərini, hansı görmədiklərini, necə onu bununla yaşayardım, bunu çaş ki ona deyərdim, çaş ki belə olaydım, sözlərini insan orada danışır, deyir və arzulayır. Bu da insanın daha yüksək insan olmasına fayda verir. Ona görə də dəyərli insanlar, məzar ziyarətinin
dirilərə faydası vardır. Ölünün isə ehtiyacı olan sənin dualarındır. Elə isə dualarını hər zaman, hər yerdə et ki, fayda verəsən sevdiyinə. Necə ki, Allahın Rəsulü sallallahu aleyhi və səlləm hər namazını bitirəndə bu duanı edərdi. Rabbi xfirli və li valideyyə və li mu'mininə yevmə yəkumul hisab. Bu, həm də Qur'an ayəsidir. Ey Rəbbim, məni bağışla, valideynlərimi də bağışla və bütün möminləri bağışla qiyamət günü. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.